Salam uşaqlar. Bugün mən sizə paralelgram, onun xassələri və əlamətləri mövzusuna aid olan çalışmalardan işləyəcəyim. Birinci çalışmaya baxaq. Deyir, paralelgramın tərəfləri 5 sm və 4 sm olarsa, onun perimetrini tap. Bilirik ki, perimetr nəyə bərabərdir? 2 vurulsun A üstə gəl B. 2 dənə A, 2 dənə B vardı. Orada düzdürmü? Qarşı tərəflər bir-birinə bərabər olduğuna görə bu düsturdan istifadə edirlər. 2 vurulsun 5 üstə gəl 4-ə. O da bərabərdir 18'e. Cevap orada B variantıdır. Keçirəm ikinci çalışmaya. İkinci çalışmada nədir? Paralelgramın tərəfləri 8 və 6 santimetrdir. Olarsa onun perimetrini tapın. Yenə həmin düsturdan istifadə edirəm. 2 vurulsun A üstə gəl B. O da bərabərdir. 2 vurulsun 8 üstə gəl neçə 6. O da bərabərdir 14, 28. Cevap burada 28'dir. Y variantı doğrudur. Üçüncü çalışmaya baxaq. Üçüncü çalışmada şəkil də verilib. Çəkim şəkili. Deməli A, B, C, D. Burada A 2x'dir. 2x. D isə 3x'dir. Düzdürmü? Və bizdən nə istəyir? Bucaq C-ni istəyir. Bucaq C bərabərdir suala. Bucaq C elə bucaq A-ya bərabərdir. Çünki paralelgramın qarşı bucaqları bir-birinə bərabərdir. Ona görə də A-nı tapsaq elə C-ni də tapmış olarıq. Bir xassiyyət də bilirik ki, deməli paralelgramın bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Və yaxud bunu elə belə də demək olar. Bir kör, bir iti bucağın cəmi 180 dərəcədir. Deməli A-la bucaq A-la bucaq D-nin cəmi neçə dərəcə olacaq? 180 dərəcə. Düzdürmü? A 2x-dir, bu D də 3x-dir. 2x üstə gəl 3x bərabərdir 180 dərəcəyə. Buradan da x nəyə bərabərdir? 5 dənə x elirdi. 5'ə böləndə 36 dərəcə. Deməli, bizdən isə C-ni istəyir. C A-ya bərabərdir. Bucaq A nəyə bərabərdir? 2x-ə. O da bərabərdir. 2 vurulsun neçə? 36. O da eləyir 72 dərəcə. Deməli, bucaq C neçə dərəcədir? Bucaq A-ya bərabərdir. O da bərabərdir 72 dərəcəyə. Cavab oldu 72 dərəcə D variantı uşaqlar. Sonra, baxaq dördüncü çalışmaya. Dördüncü çalışmada da yenə də şəkil var orada. Çəkirəm şəkili. Deməli, A, B, C, D. Burada bu bucaq verilib 4x'dir. Elədirmi? Bu bucaq verilib 2x'dir. Bizdən tələb olunur D bucağı. D bucağı. B'ni tapsam elə D'ni də tapmış oluram. Aydınmı? Bax, bucaq D nəyə bərabərdir? Suala. Yenə də həmin xassədən istifadə edək uşaqlar. Bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. 2x üstə gəl 4x. O da bərabərdir 180 dərəcəyə. Bu da eləyir 6x bərabərdir 180 dərəcə. X də nəyə bərabərdir? 30 dərəcəyə. Şimdi bizdən D-ni istəyir. D nəyə bərabərdir? Bax, bucaq D yazdım, bərabərdir. Bucaq B-yə. O da bərabərdir 4x-ə. O da bərabərdir 4 vurulsun neçə? X də 30 dərəcədir. Bu da eləyir 120 dərəcə. Deməli, bucaq D neçə dərəcədir? 120 dərəcəyə bərabərdir. Orada var mı? B bucaq variantıdır. Bu qayda ilə yazılır. Aydındır mı uşaqlar? Şimdi gəl baxaq 5 nömrəli çalışmaya. Bu da 5 nömrəli çalışma. Nedir? Paralelgramın bir tərəfinə bitişik bucaqları 5 və 7 nisbətində olarsa onun bucaqlarını tapın. Bax uşaqlar, paralelgram çəkirəm. Çəkməsəydim də yazmaq olur uşaqlar. A, B, C, D. Tam belə sizə aydın olsun, ona görə çəkirəm. 5'in 7'ye bir tərəf götürürəm bunu. Bu 5K'dır. Bu da uşaqlar 7K'dır. Düzdürmü? Bu deməkdir 5'in 7'ye nisbəti. Deyir ki, bucaqlarını tapın. Baxaq. Bir tərəfə bitişik bucaqların cəmi neçə dərəcədir? 180 dərəcə. Üstə gəl 7K. O da bərabər neçə elir? 180 dərəcə. Bu verir mənə toplayanda 12K. Bərabərdir neçə? 180 dərəcə. K nəyə bərabərdir? K da 180'də 12'ye böləndə 15 dərəcə. Yaxşı, 15 dərəcədirsə K, bucaq A
bərabərdir bucaq nəyə? S-yə. Bütün bucaqları istəyir də məndən. 5K-dır da bu, düzdürmü? O da bərabərdir 5 vurulsun 15 dərəcə. O da bərabər neçə dərəcə? 75 dərəcə. A-nın S-ni tapdım. B-ni istəyərəm 180-dan çıxaram 75-i. İstəyərəm bir də 7K-la tapım. Hansı ilə istəyirsiniz tapın uşaqlar. Bax, bucaq B bərabərdir. Bucaq D, o da bərabərdir 7K. O da bərabərdir 7 vur 15 dərəcə, o da bərabərdir 105 dərəcə. Deməli, bucaqlar neçə oldu burada? 75 dərəcə, 75 dərəcə. Sonra 105 dərəcə, bir də 105 dərəcə. İndi bunları əsas fikir verin. Biri 75'dir, biri 105'dir. Ardıcıllığa fikir verməyin uşaqlar. C variantında var. Deməli, C variantında. Keçirəm 6 nömrəli çalışmaya. 6 nömrəli çalışmada bir tərəfinə küçük bucaqları 7-8 nisbətində olarsa, onun bucaqlarını tapın. Eyni ilə bax, bunun kimidir. Elə bilin, baş şəkil çəkdim. Deməli, böyücü kör bucaq yazırsınız da. Aydınmı? Heç şəkli çəkməsəm də yenə deyirəm, yaza bilərik. İndi burada 6-da 7 ilə 8-dir. Deməli, bu 7K-dır uşaqlar. Bu da 8K-dır. Bax, bu da 8K-dır. 7K-la 8K-nın cəmi neçə eləyir? 180 dərəcə. Düzdürmü? Bu eləyir 15K. K-nı 180-i 15-ə bölmək lazımdır. 180-i bölmək lazımdır 15-ə. Bu da 12 eləyir. 12 elədi də, düzdürmü? 12 dərəcə. Şimdi gəl baxaq, burada 7K-nı tapaq. Bax, bu bucaqları tapaq. Biri 7K bərabərdir. 7-ni vururam neçəyə? 15-ə. O da bərabər neçə eləyir? 105 dərəcə. 8K-nı tapaq. 8K da bərabərdir. Deməli, orada biri 8 6 nömrəli çalışmada biri 7-nin 8-ə nisbətində, düzdürmü? 15-ə böləndə burada 1, bəli. Deməli 12-yə vurma. K 12-də uşaqlar. Ona görə gördüm fərqlidir. K 12 deyil, 15 deyil. 12-yə vuranda eləyir neçə? 4, bir yadda. Bu da eləyir 8. 84 dərəcə. Digərini isə 8K-la da taparam. İstəyirsə 8 vurulsa 12-ni yazım. Bu da eləyir 96 dərəcə. Deməli, burada bucaqlar 84 dərəcə, 84 dərəcə, 96 dərəcə, bir də 96 dərəcə. Və bunları verdim mənə uşaqlar. 84, 96 dərəcə A variantı var orada. Bu qaydaydı. Sonra keçək, deməli, bu 6 nömrədir, 7 nömrəli məsələyə. Burada nə deyir? ABCD paralelogramında, çəkim paralelogramı adlandıraq. A, B, C, D. A, B, C, bu da D. Bu da bucaq 1, bu da bucaq 2. İndi baxaq nə verilir. Bucaq 2 ilə, bax bucaq 2 ilə, bucaq 1-in fərqi verir mənə 24 dərəcə. Olarsa bucaq 1-i tapacağım. Bucaq 1 bərabərdir suala. İki bucağı tapacağım. Uşaqlar, bir bərabər tənliyimiz budur. Bucaq 2 çıxılsın bucaq 1 bərabərdir 24 dərəcə. Bir tənliyimiz də var da, xassədən bilir ki, iti bucaqla kör bucağın cəmi, bucaq 2 ilə bucaq 1-in cəmi nə verir mənə? Bərabərdir 180 dərəcə. Bu sistemi həll eləyək də. Bunları tərəf-tərəfə toplasam bucaq 2-ni tapıram. Gəl belə yazalım. İkincidən birincini çıxalım. Bir dəfəlik tapmaq üçün uşaqlar. Bax, bucaq 2-dən bucaq 2-ni çıxanda 0 edir. Bucaq 1-dən mənfi bucaq 1-i çıxanda, o çıxma bunu müsbət eləyir axı. Alıram 2 dənə bucaq 1. O da bərabərdir 180 çıxılsın necə? 24. 180-dan 24 çıxanda deməli 154 eləyir də. 156. Düzdürmü? 156. Bucaq 1 bərabərdir. 156-nı 2-yə böləndə neçə eləyir? 78 dərəcə. Hesablamanı düz apardımsa orada bu yəqin ki bu bucaq olar. Bəli, A variantında var. Deməli A variantı. Bu qayda ilə yazırıq.
Ama bucağı 2'ni tapsaydı 180'dan sonra o tapardı. 10 tapaydık gerek. O yəqin ki 102 olacaq. Keçirəm, baxıram 8 nömrəli məsələyə. Bax 8 nömrəli məsələdə. Orada da həmin tip məsələdir. Çəkirəm, yəni paralel qıram. Deməli, bu bucaq 1-dir. A, B, C, D. Bunu şəkili çəkməmiş də onları verib həll eləmək olardı. Heç şəkili çəkməsəydi də burada olardı. Yenə də bucaq 2 ilə bucaq 1-in fərqi neçədir? Burada da eynidir. Hə, eynidir burada da. 24 dərəcə. Aydındır mı? İndi bucaq 2-ni istəyir bizdən. Bucaq 2 bərabərdir suala. Kör bucağı istəyir uşaqlar. Yazaq burada. İndi yazıram. Yenə o xassəyə görə bucaq 2 ilə bucaq 1-in cəmi 180 dərəcədir uşaqlar. İndi bucaq 2-ni istərsə tərəf-tərəfə toplayıb. Bucaq 1-lər gedir, qalır 2 dənə bucaq 2. Nəyə bərabərdir? Bu da toplanır 204 elir də, düzdürmü? Bucaq 2 nəyə bərabərdir? Burada vurma var uşaqlar. 204 bölünsün 2. O da bərabərdir 102 dərəcəyə. Bucaq 2 bərabərdir 102 dərəcə. Bu bucaqları hərflərlə yazanda uşaqlar daha yaxşı mənimsəyir bunu. Ancaq bu cür bucaq 1 ilə bucaq 2-ni yazanda nəsə çaşdırmıyorsunuz uşaqlar. Aydın oldu. Bu qayda ilə. Burada da 102 neçədir? Cavab D variantı. D variantı. Keçirəm 9 nömrəli çalışmaya. 9'da şəkil verilməyib uşaqlar. Deyir ki, bərabər yanlı üçbucağın yan tərəfi A-ya bərabərdir. Bu üçbucağın oturacağı üzərində götürülmüş nöqtədən yan tərəflərə paralel 2 düz xətt çəkilmişdir. Alınan paralelogramın perimetrini tap. Baxaq, çəkək bir bərabər yanlı üçbucaq. Bu bərabər yanlı üçbucaq uşaqlar. A, B, C. Bax, bu tərəf buna bərabərdir. Sonra ne deyir? Deməli, yan tərəfləri A-dır. Deyir ki, yan tərəflərini paralel, deməli, hardan götürülmüş? Oturacaq üzərində götürülmüş nöqtədən yan tərəflərə paralel 2 düz xətt çəkilmişdir. Bax, bu nöqtəni götürmüşüm. Bax, bu paraleldir. Bu tərəfə çəkmişim. Və bir də bax, bunu çəkirəm. Bu paraleli çəkirəm. Aydındır mı? İndi bizdən ne istəyir? Alınan bu paralelogramın perimetrini istəyir uşaqlar. Bu paralelogramın perimetrini istəyir. Tərəf A'dır. Bu tərəf A'dır. İndi baxaq uşaqlar. Bax, bu bucağa nədir? Bərabərdir. Düzdürmü? İndi gəl fikir verin. Yaxşı, deməli bu tərəfə paraleldir də, düzdürmü? İndi bu tərəfə paraleldir. Deməli, baxaq, bunlar bərabərdirlər. Burada uşaqlar. Deməli, bu tərəflə bu tərəfin cəmi A verəcək bizə. Aydın oldu. Bu tərəflə bu tərəfin cəmi A verəcək bizə. Deməli, ümumi perimetr 2A olacaq. İndi baxın, bunların bərabərliyinə də baxaq da uşaqlar da, bərabərliyini göstərəydi də. Bax, fikir verin uşaqlar. Deməli, bu bucaq nəyə bərabərdir? Bax, bu bucağa bərabərdir. Düzdürmü? Bax, bu bucaq buna bərabərdir. Aydındır mı? Fikir verin, əgər buna bərabərdirsə, onda bu bucaq buna bərabər olacaq da. Artıq bu bərabər yanlıdır axı özü. Təpə bucağı bu təpə bucağıdır. Onda oturacağı da buna bərabər. Deməli, bu oturacağı da buna bərabərdir. Belə çıxır ki, uşaqlar, bax, buna bərabərdir. Bax, fikir verin, indi bu paralelograma baxın. Bax, bu x olsun. Bax, bu x olsun. Bu y olsun. Bax, bu da y olsun. Fikir verin. 2 dənə y, bax yazıram. Y üstə gəl x. Üstə gəl y, üstə gəl x. Perimetr budur. İzahat üçün yazıram. Bunu bir dəfəli 2A-da yaza bilərdim. Bax, fikir verin. Y buna bərabər də, bu da y-dir də, düzdür. X ilə y-in cəmi neçə elədir? A. Yazdım A. Üstə gəl. Yenə də həmin y üstə gəl x-i də, yenə də A-dır da. Bu tərəfdən də yaza bilərdim onu. Fərqi etməz. Deməli, perimetr neçə olacaq burada? P. 2A. Aydındır mı uşaqlar? Bax, bunlar da eyni ilə həmin qayda ilə bir-birinə. Bu x-dirsə, bax, bu da x olacaq. Aydın oldu? Bərabər olacaq. Bax, bu birinə. Bu x-dirsə, bu x-dir. Bax, bunlar
Bu x değil. Bu başka başlayın. Burada elə bil ki bu y-dirsə, y-dirsə. Aydın mı? Bununla bunun cəmi bizə a-nı verəcək. Bu da olacaq x olacaq. Eğer bunu x ilə işarə eləmişimsə. Bu qayda ilə yazacaq. Orada D variantıdır. Sonra hansıdır? Deməli 10 nömrəli çalışmada. 10 nömrəli çalışmada burada yer qalmadı. Gəl baxaq. Yeni vərəqdə çəkim onu uşaqlar. Baxın. Deməli paralelqramdır. 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 Belə bir paralelqramdır uşaqlar. Sonra buradan böyle bir şekil verir. Deməli A deyil burada. Y, D, sonra bu kəsişməni adlandırıb bu 60 dərəcədir. B, C. Böyle bir figur verilib. A, B, C, Y. Bu da A'dır. Tepe nöqtəsi də A'dır. A, B, C, Y. Paralelogramı verilib. AB CD'ye beraberdir. AB CD'ye beraberdir. Deməli AB nəyə bərabərdir? Bu belə çıxır, bu tərəfdə 1'dir. Bu da 1'dir uşaqlar. Yəni bunu yaşılla qeyd edeyim. Bu da 1'dir. Bu da 1'dir. Aydınmı? CD'ye bərabərdir. Bu 1'dir, bu da 1'dir. Sonra nə deyir? Bucaq AOD də 60 dərəcədir. CDY üçbucağının perimetrini tapın. CDY. Bunun perimetrini tapmaq lazımdır uşaqlar. İndi baxaq görək bunun perimetrini necə tapaq. Bu aydın məsələdir. 1'dir, bu da 1'dir. Düzdürmü? Deməli bu bərabər yanlıdır. Bərabər yanlıdır. Eləmi? Bərabər ilk yanaşmamız belədir ya. YS DS'ye beraber olduğuna göre üçbucaq CYD beraber yanlıdır. Ama gəlin devam elətdirək. Bax bu bucaq neçə dərəcə olacaq? 60 dərəcə. Bu beraber yanlı üçbucaqdır da, düzdürmü? Bax bu tərəf, fikir verin, qaralayıram buranı. Bura nədir? Bərabərdir. Təpə bucağı da 60'dır. Özü beraber yanlıdır, təpə bucağı 60. Deməli bu üçbucaq necə üçbucaqdır? Beraber tərəfli. Belə çıxır burada beraber birə də. Düzdürmü? Buradan belə çıxır ki, perimetr üçbucaq CDY bərabərdir 3'ə. 3 dənə biri toplayırsınız. Cavab olur orada A variantı. Cavab A variantıdır. Sonra 11 nömrəli çalışma. 11 nömrəli çalışmaya baxaq. ABCD paralelogramında B təpəsindən AD tərəfinə çəkilən hündürlük bu tərəfi yarıya bölür. Paralelogramı çəkirəm. Deməli ABCD paralelogramda B təpəsindən AD tərəfinə çəkilən hündürlüyü çəkmişəm, hündürlüyü tutaq ki bu 90 dərəcədir. Deməli deyir ki hündürlük bu tərəfi yarıya bölür. Buranı yarıya bölür. Deməli bu x-dirsə, bu da x-dir. Aydınmı? Bunun diagonalını da çəkim elə belə bilək ki bu üçbucaqda perpendikulyar qarşı tərəfi yarı bölür. AB 5'dir. AB bu 5'dir. AB 5 və perimetr P. Üçbucaq ABD. O da 18 olarsa AD'ni tapacaq. AD'ni. Bərabərdir suala. ABD hani ABD'nin perimetri verilib 18'dir. Baxaq bu üçbucaq bərabər yanlıdır. Bu 5'dir. Aydınmı? AD'ni istəyir mən. Ne üçün 5'dir? Ona görə perpendikulyar çəkilib, qarşı tərəfi yarı bölüb. Hansı üçbucaq xassəsidir o? Bərabər yanlı, təpədən çəkilən hündürlük həm də böləndir, həm də mediandır. Deməli bu da 5'dir. Onda da bu AD'ni tapmağa nə var ki? Fikir verin, bu PABD bu üçbucağın perimetri nəyə bərabərdir? 5 üstə gəl 5 üstə gəl nəyə? AD'yə. AD'yə. O da bərabərdir neçə eləyir? 18. AD də nəyə bərabərdir? 18'den 10'u çıxıram da.
O da eləyir 8. Cavab oldu neçə? 8. Var mı orada 8? Baxaq B variantı. Cavab B variantı. 12'ye baxıram. Deməli, yenə də şəkilsiz verib, amma şəklini çəkim mən gərəkdə. Baxaq. Deməli, paralelgram verilib. Adlandırıram mən. A, B, C, D paralelgram. Perimetri 44 santimetr olan paralelgram diagonalları ilə 4 üçbucağa bölünmüşdür. Bax çəkirəm, bax 4 üçbucağa. 4 üçbucağa bölünmüşdür. İki qonşu üçbucağın perimetrlərinin fərqi 6 santimetrə bərabərdir. İndi baxaq, gəl yazaq. Perimetr ümumiyyətlə paralelgramın perimetri 44. A, B, C, D bərabərdir neçəyə? 44'ə. Düzdürmü? Amma iki qonşu, bax bu bunu ilə götürürəm mən P üçbucaq A, O, B ilə A, O, B ilə. Buna qonşu bir də bunu götür. Aydınmı? Fərqi yoxdur, bunu da götürə bilərəm. Birini ağır götürək də P, B, O, C. B, O, C. Bu üçbucaqların fərqi neçədir? Verilib bizə 6'dır. Bərabərdir. Paralelogramın tərəflərinin uzunluğunu tapın. Bu olsun x, bu da olsun y uşaqlar. Deməli, mən tapmalıyam x-i, x bərabərdir suala, bir də y bərabərdir suala. Baxaq bunu. Birinci bərabərlikdə gəl, x, y-dən asılı yazaq biz. Və x üstə gəl, y nəyə bərabərdir? 2'ye vursaydım 44 eləyir. Ona görə 2'ye bölürəm də 22 eləyəcək. Bu aydın məsələdir. Düzdürmü? İki tərəfin cəmi. Sonra baxaq. Buradan baxaq. A, O, B. A, O, B. A, O, B-də uşaqlar. Gəl bunu A-la işarə eləyək. Bunu da B ilə işarə eləyək. Şimdi yazıram orada. Bax. X üstə gəl. A üstə gəl B. Çıxılsın. Yine fikir verin. Bunu çıxacağım. Bax. Y üstə gəl. A üstə gəl. Bu da B'dir də. Düzdürmü? Diagonallar kəsişmə nöqtəsində yarıya bölünürdü. Üstə gəl B. Bu verir mənə 6. Bax çıxanda uşaqlar A'lar gedir. Bax B'lər gedir. Qalır X çıxılsın Y. Yəni bunu bir dəfəlik yaza bilərdim mən. Amma izahatla yazıram ki görün. Deməli X çıx Y. Bəs x ilə y-in cəmi neçə eləyir? X üstə gəl, y-in cəmi neçə eləyir? 22. Məsələdir. Bunları bir dəfə toplayıb 2'ye bölürük, bir dəfə çıxıb 2'ye bölürük. Cavab olur o. Başa düşdünüz uşaqlar? Aşağı siniflərdə, 4-cü siniflərdə bunlar bu qayda ilə yazılıb. İndi sistem kimi yazanda da tərəf-tərəfə toplayanda 2x nəyə bərabərdir uşaqlar? Deməli, toplayıram da düzdürmü? 28'ə. Bəs 2y nəyə bərabərdir? İkincidən birincini çıxıram. Y-lər toplanacaq, x-lər gedəcək. 22'dən 6 çıxanda neçə eləyir? 16. Buradan da x bərabərdir 14. Y də bərabərdir neçə eləyir? 8. Deməli, bunları istəyir məndən cavab kimi. Aydınmı? Belə çıxır ki, AB tərəfi x yazmışam da 14'dir. Sonra AD tərəfi isə uşaqlar. AD tərəfi isə 8'dir. Cavablar bunlardır. 14 ilə 8. Neçə nömrəli idi o çalışmamız? 12 nömrəli çalışma. 14, 8 A variantında. Cavab budur. Keçirəm sonra 13 nömrəli çalışmaya. Perimetri 14 cm olan paralelogramın xarici oblastında olmaqla onun tərəfləri üzərində qurulmuş romların perimetrləri cəmini tapın. Baxaq görək. Bax, burada paralelgram verilib mənə. Bax, belə bir paralelgram verilib. Deyir ki, perimetri 14'dür bunların. Aydınmı? Perimetri 14'dür. Tərəflərin cəmi neçədir? 14'dür. Olmaqla onun tərəfləri üzərində qurulmuş rombun perimetrlərin cəmi tam. Elə bilin ki, uşaqlar, bax burada bax belə bir romb qurulub. Bax belə bir romb qurulub. Aydınmı? Qoy başqa rənglə çəkim. Bax biri bu. Bax biri bu. Sonra bax biri bu. Bax, yenə də fikir verin. Bax, biri bu. Bax, belə bir romb qurulub. Bax, biri də burada qurulub.
Aydınmı? Və bunların cəmini tapacaq. İndi fikir verin görək. Bunların cəmi nə verəcək bizə? Neçə dənə də burada? 4 dənə də gör uşaqlar. 4 dənə tərəfdir də, aydınmı? Bu tərəflərin cəmi də verilib bizə neçə? 14. Ona görə də 14-ü elə 4-ə vurarıq, qurtarıb gedərdi. Olacaq 56-da. Aydın oldu uşaqlar. Bunların tərəflərin cəmi neçədir? 14. Bir tərəfi böləndə neçə istəyirsə bu tərəfi götür də, tərəfləri götür də. Ona görə də 4-ə vuracaq, olacaq bunun perimetri, bunun perimetri və ilə axır 56 verəcək bizə cəmi. Bu qayda ilə cavab orada hansıdır? D variantıdır. 13-də cavab D variantıdır. Sonra 14-də nədir? 14. 14'te deyir ki diagonallarından biri 7 cm olan ABCD dördbucağısının tərəflərinin orta nöqtələrini ardıcıl birləşdirmə ilə alınan dördbucağlının perimetri 12 olarsa, yəni uzun oldu şərti, qoy çəkim paraleloqramı. Bu oldu A, B, C, D. Bunun diagonallarından biri de verilib uşaqlar. Bak bu diagonalı da çektim. Diagonalı neçədir? Biri 7 santimetrdir. Bak yazıram 7. Bak bunun üzerinde yazdım 7 santimetr. Diagonalı. Sonra orta nöqtələrini birləşdiriblər. Bak deyir birləşdirin orta nöqtələrini. Qeyd eləyirəm. Şimdi ben burada bunları birləşdirim mən. Başqa rənglə birləşdirirəm ki uşaqlar. Siz bunları yaxşı təsəvvür eləyə bilirsiniz. Sonra alınan dördbucağının perimetri 12 santimetrdir. Elə bilin ki M, N, X, Y. Deməli M, N, X, Y. Bax bu paralelogramın perimetri neçədir? 12'dir. Yəni P bərabərdir neçəyə? 12'yə. Bax bunun perimetri 12'dir. Baxaq indi görün bunu necə həll edərik uşaqlar. Tələb nədir bizdə? ABCD'nin digər diagonalının uzunluğunu tapın. Bax onu da yaşılla çəkirəm. Bax bu diagonalın uzunluğunu tapacağım uşaqlar. Bax. Bax bunu tapacağım. Oldu mu? İndi baxaq. Bax fikir verək uşaqlar. Bu perimetr 12'dir də düzgün. Bax fikir verin. Bu tərəf var ha, YK. YK AS'nin neydi? Yarısı. Orta nöqtələrdə gör. Bu üçbucaqda ASD'də bu orta xəttdir. Orta xətt də oturacağın yarısına bərabər. Deməli bu 3/5'dir. Eləcə bu da həmçinin orta nöqtələri birləşdirən parçadır. Bu da 3/5'dir. Belə çıxır bunu ilə bunun cəmi neçədir? Elə 7'dir də diagonala bərabərdir. Ha yaxşı, bəs bu diagonal BD nəyə bərabər olacaq ya uşaqlar? BD olacaq bunun perimetrindən 12'dən çıxacaq neçəni 7'ni. Eləcək 5'də. Bu tərəf olacaq 2/5, bu da olacaq 2/5'də. Daha onlara ehtiyac olmadı izahat verməyə. Mən burada daha dedim də onları. Oldu mu? Cevap olacaq neçə? 5. Orada cevap Y variantıdır. Cevap Y variantıdır. Şimdi de 15 nömrəli çalışmaya baxaq. 15 nömrəli çalışmaya. Görüm orada deməli ne deyir orada? ABCD paralelogramda qoy şəkili çəkeyim uşaqlar. Şəkili biraz yaxşı çəkək. Deməli A, B, C, D. Paralelogramında A və D bucaqlarının tən bölənlərinin kəsişmə nöqtəsi paralelogramın daxilində yerləşir. Yerləşdirək daxildə. Paralelogramın daxilində yerləşir. Bir də bu nöqtədə yerləşir. Düzdürmü? Sonra paralelogramın daxilində yerləşir. AB tərəfi 12'dir. AD də 20. Olarsa bu tən bölənlərin qarşı tərəf ilə kəsişmə nöqtələrində arasındakı məsafəni tapın. Kəsişmə nöqtələri arasındakı məsafəni istəyir. Orada cümlə yaxşı gəlmir, düzgün düşməyib. Bunları istəyir bizdən uşaqlar. Bu iki məsafə. Deməli bunu da adlandıraq, özümüz adlandıraq da MN. İndi baxaq.
Bax uşaqlar, bu bucaq buna bərabərdir. Gəl bu xırda işləri başqa rənglə göstərək. Bax bu bucaq buna bərabərdir. Burada da bu bucaq da buna bərabərdir. Aydın məsələdə tən bölənlərdir. Bax gəlin bu bucaq da və buna bərabərdir. Bu üç bucaq bərabər yanlıdır. Düzdürmü? Bu bucaq buna bərabərdir. Deməli BN nəyə bərabərdir? Bax BN bərabərdir neçə eləyir? 12-yə. Yəni bu məsafə neçədir? 12. Burada yazdım 12. Şimdi fikir verin uşaqlar. Bu tərəf də 12-dir də, düzdürmü? Yenə də bu bucaq, bax bu bucağa bərabərdir. Bu da buna bərabərdir. Deməli bunlar bərabər yanlıdır. Bax bu da neçədir? 12-dir. Düzdürmü? Bax bu 12-dirsə, bax bu 12-dirsə, bu kiçik məsafə, bax yaşıl rənglə yazdım. Bax bu 8 olacaq da, bax bu məsafə. Düzdürmü? 20-dən neçə çıxıram? 8-i. Yəni 12-ni baxışlayın. Baba bu 12-ni 20-dən çıxıram. Eləyir 8. Yəni bu 8 isə bütün bu məsafə 12 də gör. Deməli 8-in üstə 4 gələndə olur da 12. Düzdürmü? Buradan belə çıxır ki MN nəyə bərabərdir? MN bərabərdir 4-ə. Bu formada əldə etmək lazımdır uşaqlar. İndi qaldı yazmaq formasına bu dediklərimi yazın. Tapın, yazın özünüz. Bu qayda ilə 16 nömrəli çalışmaya baxalım. 16 nömrəli çalışmaya. 16-da nedir? Orada şəkli özləri də verib. Çəkək şəkli. A, B, C, bu da D. İndi AC nəyə bərabərdir? Yazıb orada. AC bərabərdir 2 dənə A, D-yə. Sonra yazıb AB də bərabərdir. AB bərabərdir 2-də 3 BD-yə. Olarsa AD bölünsün AB. AB. Bunu istəyir bizdən. Sual işarəsi. Baxaq. Baxaq görək bunu necə yazaq. Deməli AB bərabərdir 2 dənə BD. Hani BD? Diagonaldır bu. Gəl bunu bir D1 ilə yazıram. Aydındır mı? AB-ni də bir X ilə yazıram. X nəyə bərabərdir? Deməli AB X də düzdürmü? BD də D1'dir. Yazıram 2'də 3 D1. Bu belə. Birinciyə baxaq. AC hani? AC bax budur. Diagonal. Düzdürmü? Bunu da D2 ilə işarələyir. D2 nəyə bərabərdir? Bax D2. AC birincidir də orada elə verib də. Yəni baxım onlara düz yazardı. 2 dənə AD-dir. 2 vurulsun. AD neçədir? AD-ni də yazaq Y. Bu da belə. Deməli X, Y, D1 və D2 tərəflər bir də diagonallar arasındakı belə bir əlaqəmiz var. Bizdən də istəyir AD bölünsün AB-ni. AD bölünsün AB-ni. Tərəflərin nisbətini istəyir bizdən. Yəni AD nədir bizdə? Y-dir. Düzdürmü? AD Y-dir. Gəl buradan Y-i tapıq. Y bərabərdir nəyə? D2 bölünsün 2'ye. Bu belə. Bunlar üçün belə bir bərabərliyimiz var uşaqlar. X-in kvadratı üstə gəl Y-in kvadratı bərabərdir. 2D1 D1'in kvadratı üstə gəl D2'nin kvadratı. Deməli, diagonallarla tərəflər arasında paralelogramda belə bir bərabərlik var. Bu ikini burada da yazırlar. 2 vurulsun kimi də yazırlar. Belə də yazırlar. Şimdi biz tərəfləri tapmalıyıq. Tərəflərin bir-birindən asıllığını tapmalıyıq ki, bu nisbəti tapaq. Ola bilər təkbətək də tapmaya bilək. AD-nin DB-yə nisbəti. Ona görə də burada bunların yerinə D1 ilə D2'nin yerinə yazıram ifadələrini. Bərabərdir. Deməli buradan yazım X-in kvadratı üstə gəl Y-in kvadratı. Yəni rütbüm yaxşı yazmadı ki. Y-in kvadratı bərabərdir. 2D1 açıram mötərizə. D1'in əvəzinə yazıram. D1'in əvəzinə haradadır D1? Bir də burada. D1 nəyə bərabərdir uşaqlar? Bax D1 bərabərdir 3'də 2 X-ə. Düzdürmü? Bölürəm də X-i buna.
Yazıram. Bunun da kvadratı verir mənə 9'da 4x'in kvadratı. Üste gəl. D2 nəyə bərabərdir? Bir də buna. 4y'in kvadratına. Və belə bir bərabərlik. Hər tərəfini 2'yə vuraq. 2'ye vursam o alıram 2x'in kvadratı. Üste gel 2y'in kvadratı. Qoy əvvəl 2'ye vurum. Sonra bunu da qalır burada 9'da 4x kvadrat. Üste gel 4y'in kvadratı. 4y'in kvadratını keçirdik. 2y'in kvadratını keçirdik sağa. Bunu da keçirdik sola. 9'a vuraq. 9'a vuraq. Toplama çıxmamızı yerinə yetirək. Bu nə verir bizə? 18 x'in kvadratı. Üste gel 18 y'in kvadratı. Beraberdir. 18'e 9'a vurdum da bunu düzdür mü? Sonra 9'lar gelir 4x'in kvadratı. Üste gel deməli 36 y'in kvadratı. Şimdi sadələşdirək bunu. Deməli 4x'in kvadratını keçirdirəm bu tərəfə eləyir 14x kvadrat. Bərabərdir 18 y'in kvadratını o tərəfə keçirdəndə eləyir 18 y'in kvadratı. Hər tərəfini 2'ye böləndə alıram 7x'in kvadratı, o da bərabər 9 y'in kvadratı. Mənə lazım idi uşaqlar. Bax AD bölünsün. AD neçədir? Y-dir. Şimdi bunu hər tərəfini x'in kvadratına bax əvvəl bölün. Səhv eləməyinsizdir uşaqlar. 9 y'in kvadratı bölünsün. Deməli birinci AD y oldu da x'in kvadratını bölürüm. Bax x'in kvadratını. Hər tərəfini böldüm ona. Aydındır mı uşaqlar? Şimdi bax fikir verin. Buradan da y'in kvadratı böl x'in kvadratı. Bunun məxrəci 1'dir də 9'u burada da yaza bilərəm də bərabərdir 7 böl 9. Aydın oldu sizə. Şimdi y böl x'i də tapmaq üçün bunun hər iki tərəfindən kök alaq. 7'dən kök çıxmır. 9'dan kök 3 elir. Bax cavab bunu aldım uşaqlar. Baxa görə gördü var mı? Kökdə 7 böl 3'dür. B variantı. Cavab orada bax B variantı olur uşaqlar. Maraqlı misal idi, yaxşı misaldır. İndi baxaq 17 nömrəli çalışmaya. 17 nömrəli çalışmaya. O da hələ çalışmadı deyilsin. Olsun da çəkək. Paralelogramı çəkək. Ancaq hesablamanı düz aparaq uşaqlar. Əsas odur. Hesablamanı düz aparaq. A, B, C, bu da D. Belə işarə olunur, bəli. Sonra diagonalları da çəkək. Diagonalları da çəkək. Bu olsun D1, bu olsun D2. Elədir mi? D2. Sonra BC bərabərdir, bax verilib burada. BC bərabərdir neçəyə? 2D1 AC-yə. Bir də AB'də bərabər neçəyə? BD-yə. Bu biraz yığcam doğursunlar. Tələb olunur. AB bu bərabərliyə görə deyirəm uşaqlar. AB'nin BC-yə nisbəti. Bax bunu tapacağıq biz. Baxaq. AB'ni adlandırıram A-nı. Bunu da adlandırıram B'ni, AD'ni. Fikir verək. BC. BC hansıdır? BC. BC ilə B'də göl, AD'dir də. Deməli B nəyə bərabərdir? 2D1, AC hansıdır? D2. Bax D2 yazmışam, düzdürmü? Sonra ikinciyə baxaq. AB hansıdır? A. A nəyə bərabərdir? BD'yə. BD'yə bərabərdir, yəni D1'ə bərabərdir. Aydındır mı? Bizdən tələb olunur uşaqlar. AB bölünsün AB. A bölünsün AB. AB A'dır da düzdürmü? A bölünsün BC. BC'deki B'dir. Bax bu nisbəti istəyir bizdən. Yazaq. Buradan uşaqlar bax D2 nəyə bərabərdir? D2. 2 dənə B'yə. Düzdürmü? Bax 2 dənə B. Bir də bu bərabərlikdən istifadə edəcəm. Bax yazıram. Paralelogramı tərəflərlə diagonallar arasındakı əlaqə düsturu bax belədir. B kvadrat. Bayaqkini 2D1'i bu tərəfdə yazmışdım. Mən burada indi 2 vurulsun yazacağım. Fərqi yoxdur. Bir də bunun əvvəlki çalışma üçün. Bərabərdir. D1'in kvadratı üstə gəl D2'nin kvadratı. İndi burada D1 ilə D2'nin yerinə ifadələrini yazacağım. Yazıram 2 dənə A kvadrat üstə gəl B kvadrat. O da bərabərdir. D1'in kvadratı hanı? D1'in kvadratı.
Harada yazmışam D. Bu D1'in yerine ne yazıram? A'nın kvadratı. Üstə gəl. D2'nin kvadratının yerine ne yazıram? D bunun kvadratını 4 tane B'nin kvadratı edir. Bu eləcə 2A kvadrat, üstə gəl 2B kvadrat, o da bərabər A kvadrat, üstə gəl 4B kvadrat. Sadələşdirək bunu. A kvadratını bu tərəfə keçirdirəm, çıxılır A kvadrat, bərabərdir B kvadratını o tərəfə 2 dənə B kvadrat. Bizdən A böl B'ni istəyir. B'nin kvadratına bölürəm hər tərəfini. Yəni 1 böl B kvadratına vururam. A kvadrat bölünsün B kvadrat. O da beraber B kvadratlar gelir kalır 2. Buradan alıram A bölünsün B beraberdir kök altında 2'ye. Bunu hesaplaması biraz yığcamdır. O beraberlik olduğuna göre bakaq. Var orada cevap A variantıdır şu an. Cevap orada A variantı. Sonra hansı çalışma gelir? Keçək bu tərəfə 18 nömrəli çalışmaya. 18 nömrəli çalışmaya baxaq. 18 nömrəli çalışmanı yazar. Burada nedir? Tərəfləri 8 və 10 cm olan paralelogramın kiçik diagonalı 7,2 cm-dir. Paralelogramın iti bucaqlarının tən bölənlərinin bu diagonalla kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Yəni paralelogram çəkək. Sonra hissə oxuya-oxuya baxalım uşaqlar. Deməli, burada A, B, C, D. Böyle bir paralelogram verilib. Tərəfləri biri 8'dir, biri də 10'dur. Sonra olan paralelogramın kiçik diagonalı 7,2'dir. Paralelogramın kiçik diagonalı kör bucaqları birləşdirən olacaqdı. 7 tam neçədir? 10,2 cm. Sonra santimetre. Paralelogramın iti bucaqlarının tən bölənlərinin bu diagonalla kəsişmə nöqtələri arasındakı məsafəni tap. Deməli burada bir tən bölən çəkdim mən. Bax bu bucaq buna bərabər. Bir tən bölən də çəkdim bax bu bucaqdan. Deyir bax bu iki nöqtə arasındakı məsafəni tapın. Bax bunları tapacağıq biz. Aydındır mı uşaqlar? Bax bu məsafəni biz tapmalıyıq. Tən bölənlərə baxaq görək. Bu da 10'dur, bu da 8'dir. Elədirmi? Bütöv bu 7 10'da 2'dir uşaqlar. Gəl belə yazaq da onda da bunu. Gəl x'i tapaq, x'i tapaq. X'i tapandan sonra bunlar bir-birinə bərabər olacaq. Bu da x'dir uşaqlar. Aydındır mı? Tən bölən xassəsindən istifadə eləyək də 10'un 8'e nisbəti o da bərabərdir. Deməli, bu olacaq x üstə 7,2 çıx x. 7,2 bütöv diagonaldır ya. Burada yazmışam. BD idi 7,2. Bax BD 7,2'dir. Aydın oldu mu uşaqlar? Sadəcə olaraq bura düşüb bu məsafə. Bax bu məsafə. Mən tapacağım məsafə bu məsafə olacaq. Bu olsun. Elə bil ki bir y yazıram. Bax y. Bax y tapıram mən. Aydındır mı? İndi burada deməli, bax bu x-dir də, elədirmi? Birinci 10'a bitişik 7,2 çıxılsın x. Bax 7,2 çıx x. Çıxılsın x. Bölünsün nəyə? X-ə. Xassəsidir. Olacaq 10x tən bölən xassəsidir. Bərabərdir. Bu nə? Bunları ixtisar aparaq da. Bu 5 eləyir, bu da 4 eləyir. Aydındır mı? İndi aparaq. Deməli 5x nəyə bərabərdir? 4'ə vuranda neçə eləyəcək? 28 onda 8 elədirmi? O da çıxılsın neçə? 4x. 4x'i bu tərəfə keçirdəndə 9x eləyir. O da bərabərdir 28 onda 8. X də bərabərdir 9'a böləndə neçə eləyəcək? 3 27 18 3,2. Deməli x neçədir burada? 3,2'dir. Bax bu məsafə neçə oldu? 3,2'dir. Bax bu məsafə də 3,2'dir. Onda 7,2'dən diagonal 7,2'də axı 3,2'nin cəmini çıxır. Çıxacağım 3,2 üstə gəl 3,2. O da bərabərdir neçə eləyəcək? 7,2 çıxılsın. Bu 6,4 eləyir. O da bərabərdir
0,8. Deməli y neçə oldu uşaqlar? 0,8. Yəni tənbələndən oturacaqlar arasındakı məsafə belə bir ədəd aldım. Görün varmı orada? Bəli, C variantı. Cavab C variantıdır uşaqlar. Bu qayda ilə yazdıq o çalışmanı. İndi keçək deməli 19 nömrəli çalışmaya. 19. 19'da nedir? Paralelogramın şəkli çəkək. Əvvəl şəkli çəkək. Sonra şəkil verilib orada. Deməli A, B, C, bu da D. Və bir də perpendikulyar var burada uşaqlar. Bu belə bir perpendikulyar da çəkilib ora. Bu da Y-dir. Bu da Y-dir. Bu da 60 dərəcədir. 60 dərəcədir. Ne deyir indi baxaq? Paralelogramında ABCD paralelogramında DY perpendikulyardır BC aydındır. Gördük də bunu. Düzdürmü? DY perpendikulyardır BC'ye. Sonra bucaq A 60 dərəcə. AB 12'dir. AB. Yazdım üzərində 12. BY 3'tür. BY hansıdır? D bu kiçik məsafə 3'tür. 3'tür. Olarsa paralelogramın perimetrini tapacağıq. P, A, B, C, D. Bərabərdir sualı. Bütün perimetri tapacağıq bunu. İndi baxaq necə tapaq. Deməli bir tərəf aydın məsələdir. 12'dir. Bu aydındır. Yaxşı. Yan tərəfi tapaq da. Digər tərəfi tapaq daha doğrusu. Bu 60 ise bu da 60 aydın məsələdir. Elə mi? Onda bu neçə dərəcə olacaq? 30 dərəcə. 30 dereceli bucaq qarşısındakı katet, bak bu katet. DC'nin yarısıdır. DC 12 dögül. Deməli bu 6'dır da. Elə dögül. YC nəyə bərabərdir? 6'ya. YC 6'dırsa, bütün bu tərəf nə qədərdir uşaqlar? 6'nın üstə 3 gələndə 9 eləyir də. Deməli perimetr nəyə bərabər olacaq? 2 vurulsun 9 üstə gəl 12. 9 üstə gəl 12. Bu da neçə eləyir? 42. Cavab oldu neçə? 42. Bunlar açıq suallardır. Baxırım 20 nömrəli çalışmaya. 20'də nedir? Yenə həmin şəkildəndir. Yəqin ki, həmin məsələlərdən olacaq. Baxaq, olsun da yazaq. Yazaq onları. A, B, C, D. Deməli paralelogramında yenə D-dən bir perpendikulyar çəkilib. Bu 90 dərəcədir. Bu da Y-dir. İndi verilənlərə baxaq. Bucaq A 60'dır. Bu 60 dərəcədir. Sonra DY perpendikulyardır BC. Buradan görsənir özü. AB 18'dir. AB bu 18'dir. Sonra BY 5'dir. BY. Hansıdır BY? O, bunu verib 5. BY'ni bunu verib. Yaxşı ki fikir verdim. Yəni burada işarələmələri necə aparmışam? Düz aparmamışam işarələmələr. Yəni A, D, C bu D'ni burada yazıb burada şəkildə deyən. Şöyle D, C bu da B'dir. Hərflərin yerini dəyişdiriblər o bursunda. B, Y. Aydın mı? BY'ni verib də. Burada BY. İndi burada neçədir? BY 5'dir. 5'i bir də budur. 5 budur. Sonra olarsa paralelogramın perimetrini tapacaq yenə. Bu 18'dir. Bu 18 ise uşaqlar bu məsafə nə qədər olacaq? 13. Düzdürmü? 13'dürsə bu da 30 dərəcə olacaq. Bu 60'dır axı. 90 dərəcədir bu. Qarşısındakı katet hipotenuzun yarısıdır. Bu 13'dürsə bu olacaq 26. Onda bunun perimetri nəyə bərabər olacaq? 2 vurulacaq. 18. Tərəfin biri 18'dir. Digərdəki 26. Üstə gəl 26. O da deməli bərabərdir. Neçə eləyəcək bu? Toplayanda 34. 34'ü də 2'ye vuranda neçə eləyir? 68. Belə bir cavab aldım şu an. 68. Bu işarələri düz yazdım. Bir dəqiqə. A, D, C, B. Bu da Y.
Bize de verip BY'ni verip 5'ti. Bir de 18'di. Düz yazmadım da. Hərflərin yerini değiştirdim. 18 bu da gülə uşaqlar. 18 bak bu tərəfdir. Aydın oldu. Bu 18'dirsə bu 18 olacaq. Başlayın. Bayaqki məsələ kimi verib. Hərflərin ardıcıllığı ABC'de öyrəşmişik deyə ona görə fikir vermədən yazdım orada. Deməli bu 18'dirsə 30 dərəcəli bucaq qarşısında katet hipotenuzun yarısılığı bu 9 olacaq. Aydın oldu. 9. Onda bütöv bu tərəf 9'un üstə 5 gələndə 14 eləyəcək. Perimetr isə 18 üstə gəl 14 eləyəcək. Aydın oldu. Belə eləyəcək. İndi bunu da baxaq bu neçə eləyir? 32 2'ye vuranda 64 eləyir. Yaxşı ki gördüm orada uşaqlar. Düz də elə bir problemli bir şey deyil. O da şəkildən hiss eləyəcək düzünüz. Baxaq. Ona görə də tələsmək lazım deyil. 21. 21'də şəkili çəkirəm. Şəkili çəkim. Bunları deməli adlandırım. A, B, sonra. Yani burada N, sonra. Bu S, bu da D. Nedir burada indi? NAS bucaq NAS. NAS. Bu bucaq bərabərdir bucaq NSA-ya. NSA-ya. Bu bucağa bərabərdir. Hər ikisində bərabərdir. Yəni bu tərəf, bu tərəfə bərabərdir. Bərabər yanlı üç bucaqdır. ABCD paralelogramının perimetrini tapacaq. Perimetrini, bütün paralelogramın perimetrini tapacaq. Amma P üçbucaq ABN verilib mənə. P üçbucaq ABN verilib mənə. Ona bərabər. ABN. Bax bunun perimetri neçədir? 10'dur. İndi baxaq görək ümumi ABCD paralelogramının perimetrini verəcək bizə. Deməli bu bucağı bu bucağa bərabərdir. Bu tərəf bu tərəfə bərabərdir. Bu ABN'in tərəflərinin cəmini yazar görək. Bax bu X olsun, bu Y olsun, bu da A olsun. Uşaqlar. Bax yazıram. X üstə gəl Y üstə gəl A. Elə də ona bərabərdir. Düzdürmü? Perimetr bunu verir də bizə. İndi bu A'nın əvəzinə bu da A'dır da düzdürmü? Elədirmi? Bax fikir verin. X ilə A'nın cəmi, bax bunun cəmi mənə nə verir? BC-ni vermir. Bax yazdım BC. Düzdür? Yaxşı. Y nədir? Y də AB-dir də. AB. Bir də ox işarəsi ilə göstərdim. İndi belə çıxır ki, AB ilə BC-nin cəmi neçədir? 10'dur. Elədirmi? AB ilə BC-nin cəmi 10'dursa, perimetrini istəyir. Paralelogramın perimetri P, A, B, C, D nəyə bərabər olacaq? 2'ye vuracağım da 10'u. Eləcək cavab 20. Demək belə cavab oldu 20. 22 nömrəli çalışmaya da baxaq. 22 nömrəli çalışmaya da baxaq. İndi orada da şəkili var uşaqlar. Şəkili çəkək. Nə oldu bunları? Baxın. Deməli burada çəkək, şəkili də çəkək. Belə bir şəkil verilib bizə. Və burada A M'dir. Bu M. Sonra diagonalda birləşdiririk. Bu da C'dir, bu D'dir, bu da B'dir. Şimdi burada nedir? Deməli paralelogramı verilmiştir və ABM üçbucağının perimetri verilib. P üçbucaq ABM bərabər neçə eləyir? 16. Sonra MAS bucaq hansıdır? Bu A'dır da düzdürmü? MAS bu bucaq, bu bucaq. MSA'ya bu bucağa bərabər. Belə çıxır bu tərəf bu tərəfə bərabərdir. Bərabər yanlıdır. Olarsa ABCD paralelogramının perimetrini tap. Bizə hansını? A, B, M'in perimetri verilib. Bu olsun A, bu olsun X, bu da olsun Y. Aydındır? Bax bu da Y olacaq. Çünki bərabər yanlı üçbucaqdır. Şimdi yazıram bu üçbucağın perimetrini. A üstə gəl X, üstə gəl Y. A üstə gəl X, üstə gəl Y. Bərabər neçəyə? 16'ya.
Fikir verin uşaqlar. Bu y. X ilə y-in cəmi nə verir sənə? BC. Bax, bunun əvəzinə nə yazacağım? BC. A nədir bizdə? AB deyil. Bu da AB-dir də. AB. Şimdi perimetre baxın. P bərabərdir 2 vurulsun nə? AB ilə BC-nin nəyi? Cəmi. AB ilə BC-nin cəmi nəyə bərabərdir uşaqlar? Bu da bu cəm nəyə bərabərdir? A ilə bunun cəmi 16-ya. O da eləyir neçə? 32. Cevap oldu orada 32. Sonra 23 nömrəli çalışmaya bak. 23 nömrəli çalışma. ABCD paralelogramında AC diagonalının uzunluğu 10 olup AD tərəfi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Çəkim şəkli. A, B, C, D. Paralelogramında AC diagonalının uzunluğu 10 olup AC'nin diagonalı. Bak bunun diagonalı neçədir? 10'dur. 10 olup AD tərəfi ilə 30 dərəcəli bucaq əmələ gətirir. 30 dərəcəli bucaq əmələ gətirir. B təpəsindən AD'yə qədər olan məsafəni tap. Məsələ çox yüngül məsələdir. Və mən buradan perpendikulyara indirirəm uşaqlar. Aydındır? Nə fərq var? C-dən AD-yə qədər olan perpendikulyar B-dən çəkilən perpendikulyarla B-dən bura çəkilən perpendikulyar eyni şeydir də. Bu da yaxşı. Bu perpendikulyara bərabərdir. Bax bu üçbucağa fikir verin uşaqlar. Bax bu üçbucağa. Bax fikir verin o üçbucağa. Bax bu üçbucağa fikir verin uşaqlar. Bax. Fikir verin bu üçbucağa. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər. Deməli bu neçədir? Bu 5'dir də hələ. Elədir mi? Həmin məsafə neçə olacaq uşaqlar? 5 olacaq. Yəni BK bərabərdir 5 olacaq. Yüngül məsələ. Sonra 24 nömrəli məsələyə baxaq. 24 nömrəli məsələyə. 24 nömrəli məsələ. Burada nədir? Burada da paralelogramda BD diagonalının uzunluğu verilib. Deyirsən həmin məsələdəndir. Çəkim şəkli də. A, B, C, bu da D. 24 nömrəli məsələdir şu. Sonra BD diagonalının uzunluğu 8'dir. Bax 8'dir, düzdürmü? Sonra AD tərəfi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Bu da 30 dərəcə. Deyir ki C təpəsindən AD'yə qədər olan məsafəni tapın. Burada hələ hazır verilir. Bayaqki məsələni özümüz buradan çəkdik ki, bu üçbucaqdan istifadə edək. A, C, K'dan. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bu olacaq 4. Deməli CK nəyə bərabərdir? 4'ə. Cavab oldu orada 4. Keçirəm 25 nömrəli məsələyə. 25 nömrəli məsələyə. Buradan da şəkili çəkirəm yenə də. Yenə də şəkili çəkək. A, B, C, bu da D. Bu da M'dir. Bu da M'dir. Deməli bu da N'dir şu an. Perpendikulyar çəkək, bu da N'dir. Bax, belə bir iki perpendikulyar çəkək. İndi burada paralelogramda B təpəsində AD və CD tərəflərinə uyğun olaraq BN və BE hündürlükləri çəkilmişdir. Bucaq BAD 30'dur. BAD bu oldu neçə dərəcə? 30 dərəcə. 30 dərəcə olarsa bucaq MBN dərəcə ölçüsünü tapın. MBN. Bunun dərəcə ölçüsünü tapacaq uşaqlar. Bax bu X budur. İndi baxaq görək bunu necə taparıq uşaqlar. Bax bu bucaq var ha. Bu bucaq neçə dərəcədir? 60 dərəcə. Düzdürmü? Çünki 90 dərəcədir bu bucaq. İki bucaqların cəmi 90 olması üçün bu 60 olmalıdır. Eləcə də baxaq buna. Bu bucaq 30 dərəcədir. 30 dərəcədir. Bu üç bucaqda da bu bucaq neçə dərəcə olacaq? 60 dərəcə.
Elədirmi? Bu 60 dərəcə, bu da 60 dərəcə. İndi gəl baxaq x neçə dərəcədir. Uşaqlar, burada biz bilirik ki, paralelogramda iti bucaqla kör bucağın cəmi 180-dır. 180-dan 30-u çıxanda neçə eləyir? 150. Düzdürmü? Bu bucaq, bütün bu bucaq 150'dir. 150'dən də çıxacaq 60, üstə gəl 60'ı. O da bərabər eləyəcək, neçə eləyəcək? Deməli 120, 30 dərəcə. Deməli 25 nömrəli çalışmanın cavabı oldu 30 dərəcə. İndi də 26 nömrəli çalışmanı yazaq. 26 nömrəli. 26 nömrəli çalışmada da şəkil var o formada. 25'də olduğu kimi. Deməli A, B, C, bu da D. Sonra perpendikulyar da çəkilib orada göstərir. İndi şərtində yazılacaq da yəqin ki M'dir. Burada da perpendikulyar çəkilib, bu da N'dir. N'dir, burada da 90 dərəcə. Aha. Nedir? AD və CD tərəfləri uyğun olaraq BN və MN hündürlükləri çəkilmişdir. Düzdür. Bucaq BAD 60 dərəcədir. Bu bucaq 60-dırsa, aydın məsələdir uşaqlar. Bu da 60 dərəcə olacaq. Ne ister bizden? Bucaq MBN'i. Bir de bu bucağı ister bizden. X budur. Baxaq, bu bucaq 30 dərəcə olacaq uşaqlar. Çünki 90 dərəcəli bu bucaq 90'dır, düz bucaqlı 3 bucaqdır. İti bucaqların cəmi 90 eləyir axı. Bu 60 ise bu 30 olacaq. Həmin ifadəni yenə burada da işlədirəm, bu da 30 olacaq. Yaxşı, bu 60 ise bu bucaq neçə dərəcə olacaq? Bu bucaqla, bu bucağın 60 dərəcəli bucağın, yəni iti ilə kör bucağın cəmi 180 eləyir. 180'dan 60'ı çıxanda 120 dərəcə eləyir. Bütün bu bucaq 120'dir. B bucağı da 120'dir. Deməli, mən x-i tapmaq üçün 120 dərəcədən nəyi çıxmalıyam? Bu bucağına bu bucağın cəmini. 30 üstə gəl, 30'u çıxmalıyam. O da bərabər eləyir. Bu 60'dır, 120'dən də 60'ı çıxanda 60 dərəcə eləyir. Deməli, x nəyə bərabər olacaq? 60 dərəcəyə. Bu məsələni də belə həll edirik uşaqlar. Bu 26 nömrəli çalışmaydı. 27'yə baxaq. 27 nömrəli çalışmaya baxaq. Burada nədir? Şəkil burada çəkilib. Baxaq, bir şəkili əvvəl çəkək. Şəkili əvvəl çəkək. Biraz böyük götürmək istedim. Orada elə bir sıxlıqdır. Baxaq. Deməli A, B, C, bu da D'dir. Sonra nədir? Paralelogramda CN ND'ye bərabərdir. Bir diagonalı da çəkək. CN ND'ye. Bunu orta nöqtəsi ilə birləşdirilib bu. Deyir CN ND'ye bərabərdir. Yəni bu tərəf buna bərabərdir. Bu parça buna bərabər. AC ve BD diagonalları AC ve BD diagonalları. Diagonalın BD diagonalını da çəkir. Bu aydın məsələdə görürük də AC ilə BD diagonalıdır. MC 5 6'dır. MC. Bu da M'dir. Bu 6'dır. Bu 6'dır. Bu məsafə. Sonra olarsa AC'ni tapın. AC'ni tapın. Baxaq görək necə tapacaq. Uşaqlar, bu M, bu M. Deməli, C ona BN medianlarının kəsişmə nöqtəsidir. Diagonallar kəsişmə nöqtəsində yarıya bölünür. Yəni bu məsafə buna bərabərdir. Deməli, bu üçbucaq üçün BDC üçün CO mediandır. Və eləcə də yenə də BCD üçbucağı üçün BN mediandır. Çünki bu tərəf bu tərəfə bərabərdir. Qarşı tərəfin orta nöqtəsi ilə təpə birləşdirilir. Deməli, bunların ikisi də mediandır. Deməli, mediandırsa, CM 6'dırsa 2 hissədir. Onda bu olacaq 1 hissə, 3. Aydın mı? Deməli, OC nə qədər olacaq? 18. Bizdən AC-ni istəyirdi də. AC nə qədər olacaq? Deməli, bizdən AC-ni istəyirəm orada. AC-ni istəyir də, bəli.
Deməli, bu olacaq 6, bu da olacaq 3. Onda AC olacaq 18. AC bərabər neçə olacaq? 18 olacaq. Bu da 9-dur. Aydınmı? Əgər bütöv bu 9-sa, elədirmi? Bu 6-dır, 2 hissədir. Bir hissəsi neçə olacaq? 3. Ona görə də bu burada olacaq neçə? 18. AC olacaq 18. Keçək obursuna baxarıq. İndi o biri məsələdə nətərdir? Onda da elədir şəkil. Çəkək şəkili baxaq. Deməli, A, B, C, D. Bu, indi mən yazıram 28 nömrəli çalışma uşaq. Bu çalışmanı yazıram. İndi baxaq. Yenə də BN-i çəkib, BN. Bu N-dir. Sonra BD-ni də çəkib, BD. Sonra buradan da AC'dir. AC'dir. Sonra nə verib orada uşaqlar? Baxaq görək, bu da AC'dir. Sonra orada deməli bu M nöqtəsidir. M nöqtəsi. Xüsusi qeyd edir onunla. AC ilə BD diagonallardır. Aydın məsələdir, diagonallardır. OM verilib bizə 6. Bax, bu məsafə 6-dır. OM. OM də 6-dır. İndi bax, bayaqları mühakimə yürütdüm. Yenə də bu nöqtə, bax bu var ha. Bax, bu tərəf də bu tərəfə bərabər. Deməli, bu mediandır, bu böyük üçbucağı üçün. B, C, D üçün mediandır. Və eləcə də bu da mediandır. Çünki qarşı tərəfin ortasını birləşdirdi. CN, ND-yə də bərabərdir. Aydın oldu. Bax, bu da buna bərabər. Deməli, bu nöqtə medianların kəsişmə nöqtəsidir. Bu əgər 6-dırsa uşaqlar, bu neçə olacaq? Bu bir hissədir. Bu olacaq 12. Aydındır mı? Deməli, OC neçə olacaq? OC 18. Bəs 18 ise onda bu da 18 olacaq da yarıya bölünür axı diagonal kəsişmə nöqtəsində yarıya bölünür. Deməli belə çıxır ki AC bərabərdir 18 üstə gəl 18 və yaxud 18-i vururam 2-yə. Eləyir 36. Cavab orada 36 olacaq. İndi də 29 nömrəli çalışmanı yazaq. Əvvəl şəkili çəkək. Çəkək şəkili. Deməli, A, B, C, D, bir də K. Bir də K. Belə bir şəkildir uşaqlar. İndi burada nə deyir? ABCD paralelogramında ABK bərabərdir KBD. Bu bucaq bu bucağa bərabərdir. Və bu bucağa bərabərdir. Hər ikisi alfadır. Yazdım alfa. Sonra ABD bərabərdir 6 vur AK'ya. AK'ya. AB olsun A, bu da olsun X. A nəyə bərabərdir? 6 dənə X'ə. Düzdürmü? Sonra nə deyir orada? Perimetrdə verilib. P üçbucaq ABD. O da bərabərdir 42'yə. ABD. Bu üçbucağın da perimetri verilir. BC'ni istəyir bizdən. BC bərabər nəyə? Suala. BC. BC ilə AD deməkdir də. Uşaqlar, bu bucaqların bərabərliyi nə deməkdir? Yəni tənböləndir də BK, düzdürmü? Tənböləndirsə, A-nın X-ə nisbəti bərabərdir. A-nın X-ə nisbəti. O da bərabərdir. Gəl bunu da bir Y ilə yazaq, bunu da bir B ilə yazım istəyirsiniz. Yazıram B-nin Y-ə nisbəti. Belə bir bərabərlik doğrudur burada. Aydındır mı? İndi bu perimetri gəl düsturunu yazam. A üstə gəl B, yazıram A üstə gəl B, düzdürmü? A üstə gəl B, üstə gəl X, üstə gəl Y. Üstə gəl X, üstə gəl Y. Nəyə bərabərdir? 42'yə. Və bu belə. İndi bu bərabərliklərdən gəl baxaq bura. Deməli, burada necə olacaq bu? İndi baxaq. A nəyə bərabərdir? Buradan 6X-ə. Elədirmi? A-nın əvəzinə yazıram 6X. 6X. Üstə gəl B-nin əvəzinə. Nə yazacağım B-nin əvəzinə? İndi bax B-nin əvəzinə baxın uşaqlar. A-nın X-ə nisbəti 6-dır gör. Deməli B-nin Y-ə nisbəti də 6 olacaq da. Yəni B də nəyə bərabərdir? 6Y-ə bərabərdir. Deməli B-nin də əvəzində 6Y yazıram. Üstə gəl X, üstə gəl Y, o da bərabər neçəyə? 42'yə.
Bu ne verəcək mənə? Deməli 7x üstə gəl 7y bərabərdir 42. Hər tərəfini 7-yə böləndə x ilə y-in cəmini alıram. Alıram 6. X ilə y-in cəmi neçə eləyir uşaqlar? Hələ AD deyil, yəni BC deyil. BC bərabərdir AD, o da bərabər neçə eləyir? 6. Cavab oldu neçə? 6. Sonra baxaq, deməli bu neçə nömrəli idi? 29 nömrəli çalışma. Baxaq 30 nömrəli çalışmaya. 30'da nedir? Deməli həmin çalışmadandır. Həmin çalışmadandır. Baxın A, B, C, D. Burada da yenə diagonalı da çəkeyim. Yenə BK var orada. Elədirmi? Yəqin ki o bucaqlar A, BK ilə deməli KB'dir. Bunlar bərabərdir. Yenə bunlar bərabərdir. Alfa da hər ikisi yazdım. Sonra BD bərabərdir BD. Bərabər neçə? 7 dənə KD'yə. BD 7 dənə KD'dir. Aydındır mı? Aha. Sonra gəl bunu adlandıraq bir A ilə, bunu da adlandırıram X ilə. Deməli BD A bərabərdir 7 dənə X-ə yazırım. Sonra ne deyir orada? BC də 6'dır. BC də bərabərdir 6. BC bu da 6'dır. Bütöv bu da neçədir? 6'dır. BC də 6'dır. Onda PABD'ni tapın. Perimetri tapacağıq. P bərabərdir 3-bucaq ABD bərabərdir suala. ABD'nin perimetrini tapacağıq. Bütöv bu nə qədərdir? 6'dır. Elə dedimmi? BC. BC 6'dırsa deməli bu 6'dır da bu o deməkdir. Bu 6 deməkdir. İndi burada baxaq görək bunu necə yazarıq uşaqlar. Deməli A nəyə bərabərdir? A 7 dənə X-ə bərabərdir. Düzdürmü? Bu perimetri yazım görək. A bu da B olsun. A üstə gəl B üstə gəl 6. Düzdürmü? 6 verilib də mənə 40. Neçə burada bunu perimetrini istəyir. Bax bunu hesablamaq lazımdır bizə. A üstə gəl B, A üstə gəl B, üstə gəl 6. Bax bunun perimetrini verəcək mənə. P 3-bucaq A B D-ni. Baxaq indi. A'nın əvəzinə 7 dənə X yaza bilərəm. 7 dənə X yaza bilərəm A'nın əvəzinə. Bax fikir verin uşaqlar. Əgər A 7 dənə X-dirsə, 7 dənə X-dirsə, bax bu Y-dirsə, B-də 7 dənə Y olacaq uşaqlar. Bundan əvvəlki məsələyə də bax. Bax yəni yazım da onda da. Bax burada yazıram belə. Deməli B-nin Y-ə nisbəti bərabərdir A-nın X-ə nisbəti. Bu nə deməkdir? Hər tərəfini X-ə böləndə A böl X 7 deyil, bərabərdir 7-yə. Bax buradan deyirəm uşaqlar. B bərabərdir neçəyə? 7 dənə Y-ə. Deməli üstə gəl 7 dənə Y. Bu da üstə gəl neçə eləyir? 6 eləyir. İndi baxaq, bərabərdir. X ilə Y-in cəmi neçə eləyir? 6 deyil. Buradan 7-ni çıxardanda X üstə gəl Y, o da üstə gəl 6-dır da bərabərdir. Bərabərdir. 7 vurulsun nəyə? X üstə gəl Y 6-ya bərabərdir. BC-yə. 6, o da üstə gəl 6. Bu deyilir 42 üstə gəl 6 48. Cevap neçə oldu? Cevap oldu burada 48 uşaqlar. İndi baxaq. Deməli bu neçə nömrəli çalışma idi? 30 nömrəli. İndi baxaq 31 nömrəli çalışmaya. 31 nömrəli çalışmaya. 31 nömrəli çalışmada nedir? ABCD paralelogramının A və B bucaqlarının təm bölənləri BC tərəfi üzərində M nöqtəsində kəsişir. Burada başqa formadadır. Bayaqçılarda daxildə də kəsişən olub. Aydınmı? Ona görə burada isə deyir ki, üzərində kəsişir. Tutaq ki, bax burada kəsişir. Təm bölən çəkdim. Biri də bax burada kəsişir. Aydınmı? Bu nöqtədə M nöqtəsidir. A və D bucaqlarının A, bu da D olsun. BC. Bucaqların təm bölənləri BC tərəfi üzərində M nöqtəsində kəsişir. Yazdım M nöqtəsi. AMD üçbucağının AMD üçbucağının M təpəsindən çəkilən medianı 6,5 olarsa
M tepesinden çekilen median 6,5 olarsa paralelogramın perimetrini tap. Deməli, AD bucaqların tən bölənləri BC tərəfi üzərində M nöqtəsində kəsişir. Kəsişir. AMD üçbucağının M tepesinden çekilen medianı 6,5 olarsa paralelogramın perimetrini tapın. Paralelogramın perimetrini tapacağıq. Baxaq. Bu 6,5 ise uşaqlar orta nöqtədir də, düzdürmü? Orta nöqtəsidirsə onun medianı 6,5. Bu üçbucaqlara baxaq. Bu üçbucaq bu üçbucağa bərabərdir. Aydındır mı? Bu bucağa bərabərdir. Bu üçbucağa bərabər yanlıdır. Eləcə də bu da bərabər. Hansı nöqtə? M nöqtəsində kəsişir. BC tərəfi üzərində M nöqtəsində kəsişir. Bu orta nöqtədə kəsişə bilərmi? Onu demək olmurmu? BC tərəfi bucaqların tən bölənləridir. Kəsişir. AMD üçbucağının AMD üçbucağının M tepesinden çekilen medianı 6,5 olacaq. Bunun uzunluğu verilib bizə 6,5. Məsələ aydındır mənə. Başa düşdüm uşaqlar. Uşaqlar, bax fikir verin, bu bucağın cəmi 180 deyil. Aydındır mı? Bir kör, bir iti bucağı. 80-dırsa deməli bu bucaq belə çıxır ki 90 olacaq da tən bölənlərdir. Bunu ilə belə çıxır ki bu alfa ilə bu betanın cəmi 90'dır. Bax alfa üstə gəl beta 90 dərəcədir. Başa düşürsünüz? Deməli bu bucaq 90 dərəcədir uşaqlar. Bucaq, bucaq x yazıram. X bərabər neçə dərəcədir? 90 dərəcədir. Aydın oldu mu? Bu düz bucaqlı üçbucaqdır. Bu da mediandır. Mediandırsa onda bu da 6,5 eləcək. Bu da 6,5 eləcək. Deməli AD tərəfi olacaq neçə? 13. Aydın oldu. AD tərəfi 13'dür. İndi AD tərəfi 13'dürsə fikir verin. Burada deməli bu 13'dür. Elədir mi? İndi bura baxaq görək bu orta nöqtəsidir. Sonra indi o 13'dürsə sonra baxaq bunlara baxaq görək burada bu üçbucaqlar da bərabərdir. Düzdürmü? Deməli bu 13'dür. Bu 13'dür. Bütöv bu tərəf. BC də 13'dür. Bax yazdım. BC də bərabərdir neçə eləyir? 13. Bunların ikisi 13 eləyir. Şimdi gəl biz bu AB ilə DC'ye baxaq da görüm onlar neçə eləyəcək. Şimdi bax bu tərəf bu tərəfə bərabərdir. Düzdür? Bax bu da buna da bərabərdir də bu tərəf. Aydın mı? Bu üçbucaqlar bərabərdir də. Belə çıxır ki bərabər yanlıdır. Bax bu bucaq bu bucağa bərabərdir ha. Eləcə də bax bu bucaq da uşaqlar. Bax bu bucağa nədir? Bərabərdir. Deməli bu tərəf buna da bərabərdir. Belə çıxır ki uşaqlar bu yan tərəflərin ikisinin cəmi elə bir dənə BC-yə bərabərdir. Yəni AB ilə DC'nin cəmi elə BC-yə bərabərdir. Aydın oldu. Bunu ilə bunun cəmi elə buna bərabərdir. Çünki bunun yarısına bu tərəf buna bərabərdir. Düzdür? Yarı söhbəti işlədirəm. Bu tərəf də buna bərabərdir. Onunla bununla bunun cəmi bütöv buna bərabərdir. Yazdım da BC-yə. Yəni perimetr, paralelogramın perimetri gör necə olacaq. Bax burada bir paralelogram şəkildə çəkirəm. Paralelogramın perimetri nəyə bərabərdir? Bu 13, yazdım 13. Bu 13, 13, 13. Üstə gəl 13, üstə gəl. Bunu ilə bunun yerinə cəmi 13 yazacağım. Bir dənə 13 yazacağım. O da eləcək 39. Cavab burada 39 olacaq uşaqlar. 39 olacaq. Keçirəm deməli 32 nömrəli çalışmaya. 32 nömrəli çalışmaya. Şəkili 32. Baxın şəkili çəkin burada. İşte dəyişdirim. Baxaq. Dəyişdirir. Deməli burada 32'ni yazacağım. 32 nömrəli çalışma. Deməli ABCD paralelogramında yenə də paralelogram şəkil çəkək. Paralelogramda
Aha. 32'de A, B, C, bu da D. Paralelogramda A ve D bucağının tam bölenler BC tarafı üzerinde M noktasında kesişir. Ben kesiştiririm yine bak burada. M noktasında kesişir. Bu bucağı bu bucağı beraberdir. Bu bucağı buna beraberdir. Deməli bu tərəf bak buna beraberdir. Düzdür mü? Bu bucağı buna beraberdir. Bu bucağı da bak buna beraberdir. Deməli bu da baba iki tane çəkirəm. Buna beraberdir. Orta nokta olmasını bilmirəm. M noktasında kesişir. AMD üçbucağının M tepesinden çekilen medyanı 8.5'ti. AMD'nin medyanını çekilen bak. Çektim medyanı ortayla birleştirdim. Buna paralelliğini bilmirəm. Ha şəkildir düşür. Şimdi baxaq bu neçədir? 8,5. Bak 8,5. Bu 90 derecedir. Bayağı qəşəng izahat verdim ona. Bir de təkrar edirəm. Bax bunu ilə bu bucağın cəmi bir iti bucaq, bir kör bucaq. Paralelogramda 180 derecedir. Bunlar da tənböləndir. Tənböləndirsə onda bax bu bucaqla bunun yarısı ilə bunun yarısının cəmi 90 olacaq. Belə çıxır ki bu bucaq 90 derecedir. 90 derece düz bucaqlı üç bucaqda düz bucaq təpəsindən çəkilən median hipotenuzu özünə beraber olan iki hissə ayırır. Yəni bu da 8,5'dir, bu da 8,5'dir. Belə çıxır ki AD bütöv AD bərabərdir neçəyə? 17'yə. Düzdürmü? İndi baxaq. Bax bu buna bərabərdir. Bu da buna bərabərdir. Yaxşı. DC ilə AB-nin cəmi bütöv bu da gör. Düzdürmü? Belə çıxır ki 17'dir də. AB ilə DC'nin cəminin yerinə elə 17 yazacağım. Şimdi bu perimetre hesablayalım. Burada paralelogramın perimetrini istəyir bizdən. Paralelogramın perimetri neye beraberdir? 17. Bak bu tarafı yazdım. Üste gel bu tarafı 17. Bir de üste gel. Bak bunu ile bunun cəmi. Bunu ile bunun cəmi verir bize bu tarafı. Çünkü bu bunun yarısıdır. Bu hissəsidir. Bu da bunun bu hissəsidir. Bir dənə 17 yazacağım o cəmin yerine. Bu da eləcək bizdə neçə? 51. Cevap oldu 51. 32 nömrəli çalışmada uşaq. 33 nömrəli çalışmaya baxarıq. 33. Şəkil verilib. Şəkli çəkək. Ümumiyyətlə çalışın uşaqlar. Həndəsədə birinci şəkli yaxşı geniş çəkin ki qoy şəkil üzərində işləyə biləsiniz yaxşı. Aydındırmı? Şəkil olmasa, şəkil yaxşı çəkilməsə orada yaxşı görmək olmur. Buradan da baxıb görürəm ki burada perpendikulyar çəkilib. Bax belə bir perpendikulyar çəkilib. Bu 90 dərəcədir. Bax burada qeyd edilib bunu xüsusi. Deməli A, B, C, bu da D. Bu da Y'dir. Ha. Bu da F. Şimdi ne der burada? ABCD paralelogramında ADC bucağının DY tənböləni bunun bu tənböləndir. Bu heç. Bu aydın məsələdir. Bax bu tənböləndir. Bu bucaq buna bərabərdir. Eləcə də bax buna da bərabərdir. La belə indidən çəkirəm onu. Tənböləni YF parçasının perpendikulyardır. Bu da perpendikulyardır göstərir. Yazıram 90 dərəcəsində yazın bunu. Bu da 90 dərəcə. Yaxşı, bu olsun x, bu da olsun x, bu da olsun x. Bu bucaqlar da bərabərdir. Aydın məsələdir. Sonra nə yazır? AF 6'dır. AF. Bir de bu mesafe 6'dır. Yazdım 6. Bir de bu mesafe. Sonra nedir? BF 4'tür. Bir de bu da 4'tür. Olarsa paralelogramın perimetrini tapın. Birinci bu heç, bu 10'dur. Tapdım bunu. Sonra baxaq görək. Burada bir şey var uşaqlar. Bu Y'nin tapılma söhbəti var burada. Burada deməli bu məsafə neçə olacaq? 10. Yazıram elə burada. 10. Aydınmı? Yazdım bunların ikisini. Şimdi bizdə söhbət bu söhbətdir. Görün bu məsafə buna bərabərdirmi? Baxaq. Gəl belə yazaq. Baxağın da belə baxaq. Bu x'tir, bu x'tir. Bu aydın məsələdir. Bu 2x olacaq uşaqlar. Bu heç. Bu 2x'tir. Düzdürmü? Gəl bunu y yazaq. Bax bunu da y yazaq. Bucaqlarla görüm deyə bilərəmmi? Yox, bunu y yaza bilmərəm axı. Bilmirəm axı. Bunu y olsa elə müəyyənləşdirərdik də. Bunu elə bilginə ki başqa bir bucaq yazıram bura. Alfa yazıram.
alfa. Aydındır mı? Eğer alfanı y'ye beraber tapa bilsem, onda yazarıq. Baxaq görək burada. Əvvəla bu üç bucağın daxili bucaqların cəmi neçə eləyir? Bax 2x üstə gəl alfa üstə gəl bir də y. Bu 180 dərəcədir. Elə belə yazaq bir baxaq görək bunları necə yazmaq olar. 180 dərəcədir. Sonra burada x ilə y-in cəmi də neçə dərəcədir? Bu da 90 dərəcədir. Düzdürmü? Çünki bu bucağı 90'dır axı. Bunun ilə bunun cəmi də 90 dərəcədir. Burada gəl bir x-i ayıranda y-in yerini 90 yazanda belə yazıram da onda x-in biri qalır. Üstə gəl alfa, üstə gəl x, üstə gəl y. O da 180 eləyir. Bu x, y 90 eləyir də, düzdürmü? Onda x ilə alfanın cəmi neçə eləyir? 90 dərəcə. Düzdürmü? 90'ı keçirdirəm o tərəfə. X ilə alfa. Baxa görə x ilə alfanın cəmi neçə eləyir? 90 dərəcə. Elədirmi? Şimdi yaxşı x ilə alfanın cəmi, bu bucağın cəmi 90 dərəcə eləyir. Aha, bax fikir verin uşaqlar. X ilə y-in cəmi də 90'dır axı. Bax x ilə y-in cəmi də 90'dır. Elə deyil. X-in üzərinə alfa gəlmişik 90 eləyir. X-in üzərinə y gəlmişəm 90 eləyir. Deməli alfa y-ə bərabərdir ki. Mənə də bu lazımdır. Bax alfa y-ə bərabər. Deməli bu da 4'dür. Çox gözəl. Şimdi gəl bunun perimetrini istəyirdi bizdən. 33 nömrəli çalışmada paralelogramın perimetrini tapaq. Perimetr nəyə bərabər olacaq? Deməli bu 10'dur. Üstə gəl, bu da 10'dur da, düzdürmü? 2'ye vura bilərdim onu. Üstə gəl, ziyan yoxdur da, yazdım uşaqlar 14. Bu da əlbət ki 14 olacaq. Üstə gəl 14. Bu da eləyir 28, 48. Belə bir cavab aldım uşaqlar. Deməli perimetr A, B, C, D bərabər neçə? 48. Bu qayda ilə. Başqa quruma işarə parmağıyla da göstərmək olar. İstəyirsiniz bunu uzatma ilə bir yoxlayın özünüz. Yəni müxtəlif variantlar ya və yaxud bura ilə bura birləşdirin, baxın. Neysə mən belə yazdım uşaqlar, bax. 34 nömrəli çalışmaya baxaq. Yazıram 34 nömrəli çalışmanı. 34. Uyğunluqlardır. Ne deyir burada uyğunluqlarda? Paralelgram verilib uşaqlar. Çəkək paralelgramın şəklini əvvəl. Deməli bu betadır. Bu da alfadır. Birincidə nedir? Birdə deyir ki alfa bərabərdir 30'a. Neyi tələb olunub? Betanı tapır. Aydın məsələdir də beta nəyə bərabər olacaq uşaqlar? 180'dan 30'u çıxacaq. 150 dərəcə. Beta 150 dərəcə. Bu 150 var orada. D variantı. 1'e getdi nə? D variantı. Yəni kənarda yazımda onda da 1'e D variantı. Sonra ikinciyə bax. Alfa bərabərdir nəyə? 40 dərəcə. Beta nəyə bərabər olacaq? 180'dan 40'ı çıxacaq. Eləcə 140 dərəcə. Beta 140 dərəcə hansıdır? A variantı. Deməli 2'ye getdi hansı? A variantı. Üçüncünü də yazaq. Üçüncüdə nedir? Alfa bərabərdir 50 dərəcə. Alfa bərabərdir 50 dərəcə. Beta nəyə bərabərdir? 180'dan 50'nin çıxanda 130 dərəcə. 130 dərəcə də hansı variantdır uşaqlar? C variantı. 3'e də getdi C variantı. Bir dənə bunları istəyirdi burada. Deməli 1'e D, 2'ye A, 3'e də C variantı getdi uşaqlar. İndi baxaq bundan sonra gələn çalışmaya 35 nömrəli çalışmaya. 35 nömrəli çalışma ətraflı yazılı cavab tələb olunan tapşırıqlardır. Ne deyir məsələdə? Deməli perimetri 90 olan ABCD paralelogramında BAD bucağının təmbölünü BC tərəfinin B nöqtəsindən başlayaraq 2'nin 5'e nisbətində bölür. Paralelogramın kiçik tərəfini tapın. Yazıram buraya 35 nömrəli çalışma. 35 nömrəli çalışma. Bax bu çalışmanı həll eləyək, çəkək. Şəkil çəkək, sonra həll eləyək. Nədir? Həll eləyək. Deməli A, B, C, bu da D. Deyir ki paralelogramında BAD bucağının BAD bucağının
tənböləni BC tərəfini B nöqtəsindən başlayaraq 2'nin 5'e nispetinde bölür. Bayağı çektim böyle. İndi şəkildir uşaqlar. Ay bu bərabərlik olmadı, belə oldu. Elə şeylərə fikir verməyin uşaqlar. Çünki burada bir dənə ya məsələ, iki dənə məsələ yazılmır. Çox məsələlər yazılır. Onlarda yubananda onda çox gec qurtarmaq olar da məsələni siz işləyin. Baxın. Deməli A, B'dən başlayaraq 2'nin 2K bu olacaq, 5K da bu olacaq uşaqlar. Aydın mı? B nöqtəsindən var 2'nin 5'e nispətində bölür. Bunu da adlandıran bir n nöqtəsi. Şimdi bana fikir verin. Bu bucağı buna bərabərdir ha. Deməli bu 2K'dırsa bu da 2K'dır. Aydın mı? Baxaq. Görüm neyi istəyir. Sonra başlayır. Nedir? Paralelogramın kiçik tərəfini tap. Kiçik tərəfini tapacağım. Perimetrdə deməli paralelogramın perimetrdə verilib mənə də 90'dır. Baxacağım orada kiçik tərəfini bunun kiçik tərəfi elə AB verəcək mənə. Çünki bu bütöv BC neçədir? 7K'dır. Elədir mi? Əgər bu 2K'dırsa bu da 2K'dır da, düzdürmü? İndi baxaq. Perimetrin nəyə bərabərdir? ABCD'nin perimetri. ABCD'nin perimetri. 2 vurulsun 2K 2K. Üstə gəl neçə K? 7K. O da bərabərdir 90'dır. Bu ne verəcək mənə? 18K bərabər neçəyə? 90'a. K da nəyə bərabərdir? 5'ə. K 5. Kiçik tərəfi deyirsə AB tərəfi nəyə bərabər olacaq? 2K'ya. O da bərabərdir 2 vurulsun 5. Cavab oldu orada uşaqlar 10'a bərabər. Aydın mı? Cavab 10 oldu. Sonra 36 nömrəli çalışmaya da baxaq. 36 nömrəli çalışmaya. Kiçik tərəfi 6 olan ABCD paralelogramında yenə şəkli çəkim mən. Şəkli çəkək. A, B, C, D. Deməli, kiçik tərəfi 6 olan ABCD paralelogramında BAD bucağının tənböləni, BAD bucağının tənböləni BC tərəfini B nöqtəsindən başlayaraq 2'nin 3'e nispətində bölür. Baba. Bu 2K'dır. Bu da 3K'dır. Onu da adlandırın bir hərflə. Y ilə. Nispətində bölür. Paralelogramın perimetrini tapın. Tapaq. Bu 6'dırsa bu bax bu bucaq buna bərabərdir. Bu bucaq da buna bərabər. Deməli bu bərabər yanlıdır. Belə çıxır ki bu tərəf bu tərəfə nədir? Bərabərdir. 2K nəyə bərabərdir? 6'ya. K nəyə bərabərdir? 3'ə. K 3'lüsə bütöv bu tərəf nə qədərdir uşaqlar? 2K üstə gəl 3K, 5K. Şimdi gəl bu tərəfi də tapaq da 5K'dır. 5K deməli yazıram. AD də nəyə bərabərdir? AD. 5K'ya. O da bərabər 5 vurulsun 3. O da eləyir neçə? 15. Düzdürmü? Şimdi gəl baxaq. Bu 15'dir. Bu tərəf oldu 15. Bu tərəf də verilib də mənə 6. Onda perimetr paralelogram ABCD nəyə bərabərdir? 2 vurulacaq 15 üstə gəl 6. 15 üstə gəl 6. O da bərabərdir 21'i 2'ye vuranda 42. Cavab oldu neçə? 42. 36 nömrəli çalışmada cavab 42'dir. Sonra baxaq 37 nömrəli çalışmaya. 37'də nədir? Şəklini çəkək orada. Şəkil 2 dənə baxın şəkilləri deməli ortaq diagonal çəkilir. Belə bir də bunu biraz kiçik götür. Biz de kiçik götürək. Belə bir paralelogramlardır uşaqlar. A, B, C, D. Kitabda da var. Oradan götürürəm də. Baxaq. Bu da F'dir. Bu F'dir. Bu da M'dir. Şimdi burada şərtinə baxın. Görək şərtini nə deyir? Deməli perimetrləri cəmi 34 olan, bunların perimetrlərinin cəmi 34'dür.
Bu A'dırsa, qoy bu da B olsun. Bu C'dirsə, bu X'dirsə, bu da Y olsun. Deməli, belə çıxır ki, perimetrlərin cəmi A üstə gəl B'dir də, bu düzdürmü? B vurulsun 2. Bir də üstə gəl 2 vurulsun X üstə gəl Y. Bax, perimetr budur. Aydınmı? Bunların perimetrlərin cəmi neçədir? 34 verilir burada. Hər tərəfini 2-yə böləndə A üstə gəl B üstə gəl X üstə gəl Y bərabərdir 17 edir. Və belə bunlar bu bərabərlikdən bu çıxdı. İndi baxa görək ardını nədir? Lazımdır, bu lazım deyil. Yazdım neysə. AC və CF diagonalları bir düz xət üzərindədir. AF 13'dir. AF. Bütün bu diagonalda AF də verilib mənə. AF 13. Aydın oldu. Deməli burada bax bütün bu 13'dür uşaqlar. Bax. Bax bütün o 13'dür. De budur. Şimdi sonra ne deyir orada? Deməli 13 olarsa ABC və CFM üçbucaqların perimetrlər cəmini tapın. ABC, CF, CYF, yox, CFM. Fərqi nədir ki? Ya o, ya bu. Aydındır, başa düşdüm. Deməli bu üçbucaqların perimetrləri tələb olunan budur bizdən. A üstə gəl B, üstə gəl X üstə gəl Y. X üstə gəl Y. Bir də üstə gəl uşaqlar. Bax buna aid olacaq. Bax bu məsafə. Bu elə bil ki D1 yazıram. Bu da D2'ni yazıram. Bax fikir verin. Deməli A üstə gəl B, bu da B'dir də, düzdürmü? A üstə gəl B, üstə gəl D2, bax D2 yazdım burada. Aydın oldu. Bu hansı üçbucağında? A, B, C'nin. Bax 3P, üçbucaq A, B, C. Bir də X üstə gəl Y, üstə gəl D1. D1'də, bax fikir ver, bu da deməli, bu da X-də, düzdürmü? X üstə gəl Y, üstə gəl D1. Bu da mənə verir hansı üçbucaq? CMF. P üçbucaq CMF. Bunların cəmidir bu. O da bərabərdir. Yaxşı, A üstə gəl B, üstə gəl X, üstə gəl Y. Neçədir? 17. Ya D1 ilə D2'nin cəmi neçədir? 13 deyil. Üstə gəl 13. O da bərabər neçə eləyir? 30. Cavab oldu neçə? 30. Tələb olunan həmin perimetr 30'dur. Və ən nəhayət bu mövzuda qalıb axırıncı çalışmamız 38 nömrəli çalışma. Ona da baxaq görək. Orada nedir? 38 nömrəli çalışmamız. Deməli burada nedir? ABC'de paralelogramında çəkim şəkli. Paralelogramın şəklini çəkək. Sonra deməli A, B, C, bu da D. Paralelogramında AN və DM uyğun olaraq AN və DM uyğun olaraq A və D bucaqların tən bölənləridir. Bunlar kəsişirlər burada. Bu da belə. Tən bölənlərdir. Bu bucaq buna bərabərdir uşaqlar. Bunu da qırmızı ilə çəkirəm ki, yəni bir-birinə bərabər deyirlər də. Bu da buna bərabərdir. Bunlar öz aralarında bərabər. Tən bölənlərdir. Hətta bu bucaqda baxaq. Bu bucaq da bir də buna bərabərdir. Aydın oldu. Bu bucaq isə buna bərabərdir. Elə belə çəkirəm onları da. Bilmirəm nədir məsələdə. Bax, ardına baxaq. Uyğun olan A və D bucaqların tən bölənləridir. BN-in NC-yə nisbəti. BN şəkil burada M-dir. Bu da N-dir. BN-in NC-yə nisbəti. Aydındır. Deməli BN 3 hissədir. Bax, bu deməli bu 3 hissədir uşaqlar. Bax 3 hissədir. 3K. Bax bu. Düzdürmü? BN. Birinci 3 oldu. NC isə 2K'dır. Bax bu isə 2K'dır. Deməli bütün bu neçə K'dır? 5K'dır. Bunu demək istəyir. Sonra nə deyir orada? MN də 3'dür. MN. Bax bu məsafə. Bunu da baxım göylə yazım onu. Ya da qara ilə baxaq görək. Bax bu da bu məsafə. Yazmadı ki o da.
Və bu məsafə 3 uşaqlar. Və yazıram. MN. MN'i burada yazıram 3. MN bərabər nəyə? 3'ə. Bu məsafə də 3'dür. İndi tələb nədir bizdən? Deməli, paralelogramın perimetrini tapacağıq. Paralelogramın perimetrini tapacağıq uşaqlar. Baxaq görək burada necə yazaq bunları. Bu 3K'dır. Deməli o 3K'dırsa, bu 3K'dırsa, bax bu da 3K'dır uşaqlar. Bax bu da 3K olacaq. Aydınmı? Çünki bu bucaq buna bərabərdir, elədir mi? Sonra o 3K'dır. Amma bax bu bucaqda bu bucağa bərabərdir. Fikir verin. Bu da bu tərəf. Bax yazıram 3 üstə gəl 2K'dır. Bax bu. Aydın oldu. Çünki bu 3 bucaq bərabər yanlıdır. Bu bucaq buna bərabərdir. Bu da buna bərabərdir. Elədir mi? Deməli bu 3 bucaq bərabər yanlıdır. 3 üstə gəl 2K bu tərəfə bərabərdir. Bax yazdım belə. Onda bu tərəflər bir-birinə bərabərdir. Paralelogramın qarşı tərəfləri bir-birinə bərabərdir. Yazıram 3K bərabərdir 3 üstə gəl 2K. 2K'nı bu tərəfə keçirdəndə K'nı tapıram 3. Onda paralelogramın perimetrini tapdıq da. Demək olar tapdıq. Yaxşı. Bu tərəf nəyə bərabər? AB nəyə bərabərdir? AB. AB bərabərdir 3K'dır. 3 vurulsun 3. 9'a bərabər. Düzdürmü? Yaxşı. AD nəyə bərabərdir? AD də 5K'dır. Deyəm 5K vermir. Düz deməyəcəkdim orada. Bəli 5K'dır. Bu 3K'dır. Bu da 2K'dır da. Elə bildim 3 kənarda qalır. Yox. 5K'dır. O da bərabərdir. 5 vurulsun neçə? Deməli K 3'dür də. 15. 15. İndi burada uşaqlar perimetr A, B, C, D bərabərdir nəyə? 2 vurulsun AB üstə gəl B, AD'yə. AD'yə. AB üstə gəl AD. O da bərabər 2 vurulsun 9 üstə gəl 15. Neçə eləyir? 24 2'ye vuranda 48. Deməli P, A, B, C, D bərabərdir 48'ə. Bununla da paralelograma aid olan məsələləri yekunlaşdırdım uşaqlar. Diqqətinizə görə sağ olun. Abunə olmaq da yadınızdan çıxmasın uşaqlar. Sağ olun.